Azərbaycan dilindən, fonetika mövzusundan 60-cı testdən izaha başlayıram. Yaşlı sözünün təhlilinə aid olmayan fikirləri müəyyən edin. Yəni, yanlış olan fikirləri müəyyən edin deməkdir. Birinci, yazış və deyiliş fərqlənən bu sözdə qarşılığı olmayan samit işlənib. Bu səhvdir, çünki qarşılığı olmayan samit burada yoxdur. L samiti yazışda olsa da tələffüzdə D samitinə çevrildiyi üçün D samitinin də qarşılığı var. T samiti. Ona görə birinci fikir yanlışdır. İkinci, sözün düzgün tələffüzü başqa bir sözün tələffüzlə eynilik təşkil edir. Bu da düzdür. Yaşlı sözü iki mənada işlənir. Daha doğrusu, yazışı fərqli olsa da tələffüzdə eynidir. Bir var yaşlı sifət, bir də var yaşdır, isim kimi. Nədir? Bu zaman həm yaşlı sifətinin, həm də yaşdır isminin tələffüzü yaşlı şəklində olur. Burada deyir ki, sözün düzgün tələffüzü başqa bir sözün tələffüzü ilə eynilik təşkil edir. Bəli, yaşlı sözü həm sifət, həm də isim kimi düşünülür. Ona görə ikinci düzdür. 3-də səs dəyişimi olan sözə xəbərli şəkilçisi qoşulsa vurğusu dəyişəcək. Bu səhvdir, vurğu dəyişmir. Məsələn, yaşlıdır, yaşlıdır demirik, yaşlıdır. Vurğu sonda deyil, yəni vurğu yaşlı D şəkilçisinin üzərindədir və vurğu orada qalır, yəni dəyişmir. Burada isə deyir ki, dəyişir. Üçüncü, yanlışdır. Dördüncü, tələffüz və yazışda samitlərin növləri sayıca dəyişmir. Samitlərin növləri demək, dəyişmir, bəli. L samiti cingiltilidir, tələffüzdə D samitinə çevrilir. D samiti isə yenə də cingiltilidir. Ona görə samitlərin növləri dəyişmir. Dördüncü fikir düzdür. Beşinci, vurğusu son hecada olan bu sözdə saitlərin oxşar xüsusiyyətləri yoxdur. Bu yanlışdır. Çünki saitlərin oxşar xüsusiyyəti var. A, I saitlərin oxşar xüsusiyyəti 2-dir. Biri onların qalın olmağı, ikinci isə onların dodaqlanmayan olmasıdır. Ona görə səhv olanlar 1, 3, 5, Y variantı. 61. Dadlanmaq və gerçəklik sözlərinin fonetik təhlillə bağlı verilən fikirləri uyğunlaşdırın. Ortaq cəhət, fərqli cəhət, heç birinə aid olmayan. A variantında yazış və tələffüz arasındakı fərqlər sait səslərin sayı ilə eynidir. Dadlanmaq sözündə L samiti D samitinə çevrilir, N samiti M samitinə çevrilir, Q samiti isə X samitinə çevrilir. Gerçəklik sözündə K samiti I səsinə çevrilir və sonuncu K samiti də I səsinə çevrilir. 2 dəyişim olur. Burada isə deyir ki, yazış və tələffüz arasındakı fərqlər sait səslərin sayı ilə eynidir. Bu, belə deyək, A variantı sadəcə dadlanmaq sözünə aiddir ki, həm samitləri, yəni 3 samit dəyişimi uğrayır və saitlərin sayı 3-dür. Nəticədə bir-biri ilə uyğundur. Yəni, dadlanmaq sözünün 3 sait var və dadlanmaq sözünün 3 samit dəyişimi uğrayır. Ona görə də yazış və tələffüz arasındakı fərqlər sait səslərin sayı ilə eynidir fikri sadəcə dadlanmaq sözünə aiddir. Bu isə fərqli cəhət. Ona görə A variantını 2-yə aid edirəm. B variantında cingiltili samit özünün kar qarşılığına keçib. Görək, belə bir məqam varmı? Dadlanmaq. Dadlanmaq sözündə cingiltili elə bir cingil samit varmı ki, kar qarşılığına keçib? Dadlanmaq. Belə bir məqam yoxdur. Sondakı Q samiti, belə deyək, X samitinə çevrilir. Bu da onun kar qarşılığı deyil. Q samitin kar qarşılığı K-dır. Ona görə demək, dadlanmaq sözündə yoxdur. Gerçəklik sözündə də K samiti kardır. Onun cingiltili qarşılığı G samitidir. Burada isə I, belə deyək, səslərinə çevrilir. Bu da, belə deyək, bu sözdə də yoxdur. Ona görə B variantı heç birinə aid olmayana aiddir. C variantında sözdə hərf və səs tərkibi kəmiyyətcə eynidir. Sözdə hərf və səs tərkibi kəmiyyətcə eynidir. Tələffüz fərqi birdən çoxdur. Bu, ortaq cəhətə aiddir. Hər ikisində hərf və səs tərkibi kəmiyyətcə eynidir. Yəni, burada hər hansısa bir səs düşümü və yaxud da səs artımı olmadığı üçün kəmiyyətcə eynidir. Tələffüz fərqi birdən çoxdur, düzdür. Dadlanmaq sözündə 3, gerçəklik sözündə isə 2 fərqli məqam var. Ona görə ortaq cəhətə, C variantını ortaq cəhət aid edə bilərik. Demək, 1 C, 2-yə A,
3-ü isə B. D variantında cingilti samitlərin başqa samitə keçməsi var. Demək, cingilti samitlərin başqa samitə keçməsi dadlanmaq sözünə aiddir. Çünki L samiti D samitinə, N samiti isə M samitinə keçir. Yəni dad, dammaq bu şəkildə olur. Gerçəklik sözündə isə belə bir məqam yoxdur. D variantı isə fərqli cəhətə olana aiddir. 2-yə D aiddir. Y variantında ahəng qanunu gözlənilir. Ahəng qanunu hər ikisində gözlənilir. Eyni hərflər müxtəlif səsi ifadə edir. Eyni hərflər müxtəlif səsi ifadə etmir. Demək, dadlanmaq sözündə D hərfləri belə deyək, başqa bir səsə çevrilmir. Ona görə dadlanmaq sözünə aiddir. Gerçəklik sözündə isə eyni hərflər hansılardır? K samitləri. K samitləri I səsinə çevrilir. Yəni, demək, 2 K samiti var və onlar ikisi də I səsinə çevrilir. Yəni, müxtəlif səsə çevrilmir. Ona görə, demək, Y variantı da ortaq olana aiddir. Nəticədə belə olur. 1-ə C, Y, 2-yə A, D, 3-ə isə B variantı aiddir. Düzgün variant D variantı. 62-ci-də alfabet baxımından ardıcıllığı tamamlayın. Burada belə bir məqam var. Burada sözdə müəmma sözünə baxıram. Müəmma sözünün heç bir dəyişim yoxdur. Tələffüzündə və yaxud yazılışında. Daimi sözündə amma tələffüzündə fərq var. Müddəa sözünə baxıram. Demək, daimi sözündə fərq nə oldu? A, İ saitlər arasında Y samiti əlavə olunur. Daimi olur. Müddəa sözündə yenə müəmma kimi fərq yoxdur. Amma cəhd sözündə fərq var. D samiti T samitinə çevrilir. Burada isə ardıcıllıq bu cürdür. Demək, birinci söz dəyişmir, ikinci söz dəyişir. Birinci söz dəyişmir, ikinci söz dəyişir. Bizə isə bu ardıcıllığı tamamlayan sözlər lazımdır. A variantına baxıram. Söhbət sözü dəyişmir, yəni tələffüzdə də söhbət kimi qalır. Fərqli söz isə dəyişir. Q samiti K samitinə çevrilir. Fərqli bu şəkildə olur. Ona görə A variantı cərgəni tamamlaya bilər. Daha doğrusu cərgəni tamamlaya bilir. B variantında malikanə sözündə uzanma hadisəsi var. Dövran sözündə dəyişim yoxdur. Ümumiyyətlə, belə deyək, B variantı cərgəni tamamlaya bilməz. Burada sadəcə malikanə sözünün uzanma var. Uzanma isə burada fərq yaratmır. C variantında mövsüm, dəvətnamə sözlərində mövsüm sözündə, dəvətnamə sözündə də fərq yoxdur. Çünki heç bir burada samit dəyişimi görmürük və yaxud da ki, belə deyək, səs artımı görmürük. Ona görə C variantı da aid deyil. Düzdür, sözlərdə uzanma var, amma bu cərgəni tamamlamır. D variantına tabesiz bəzən sözlərində uzanma var, amma burada uzanma yox. Bizə samit dəyişimi və yaxud da ki, samit artımı lazımdır. Ona görə D variantı da uyğun deyil. Y variantında isə qarilla sözündə o A-ya keçir. Amma demək, birinci sözdə dəyişim olmamalıdır. Amma qarilla sözündə dəyişim olduğu üçün bu cərgəni tamamlaya bilməz. Birinci sözdə dəyişim olmamalıdır, ikinci sözdə dəyişim olmalıdır. Münbit sözündə isə dəyişim var. Demək, hər ikisində dəyişim var. Bu bizə lazım deyil. Bizə birinci sözdə dəyişim olmayan, amma ikinci sözdə dəyişim olan söz lazımdır. O da A variantıdır. Söhbət sözü dəyişmir, fərqli sözü isə dəyişir. Düzgün variant A variantı. 63-də tələffüz zamanı baş verən dəyişiklik sayını nəzərə alaraq uyğunlaşdırın. Demək, uşaqlıqdan sözündə 2 dəyişim var. Q samitləri X samitlərinə çevrilir. Uşaqlıqdan. Burada 2 dəyişim var. İkincidə uşaqlarla. Uşaqlarla sözündə 3 dəyişim var. Q samitinə X-ya çevrilir. La, yəni sözdə olan la şəkilçisi isə nan şəklinə tələffüz olunur. Bu da 3 dəyişim deməkdir. Üçüncüdə uşaqca. Uşaqca sözündə isə 1 dəyişim var. Q samiti X samitinə çevrilir.
Bu ardıcıllığı tamamlamaq lazımdır. 1-də 2 dəyişim var, 2-də 3 dəyişim var, 3-də isə 1 dəyişim var. Kənddən qənaət. Kənddən qənaət. Kənddən sözündə D samitlərindən biri, yəni birinci D samiti T-yə çevrilir. Amma qənaət sözündə dəyişim yoxdur. Ona görə A variantına aid etmirəm. Çünki birində dəyişim var, birində yoxdur. B variantında ehtiramla, sürətlə. Ehtiramla sözündə 2 dəyişim var. La şəkilçisi nan şəklində tələffüz olunur. Bu da birinci sözə aiddir. Çünki birinci sözdə, yəni uşaqlıqdan sözündə 2 dəyişim var. Sürətlə sözündə də lə şəkilçisi nan şəklində tələffüz olunur. 1-ə B variantı aiddir. C variantında hüquqsuzluq, azadlıq. Hüquqsuzluq sözündə 3 dəyişim var. Hüquq, ikinci Q samiti K-ya çevrilir. Luq şəkli isə duq şəklində tələffüz olunur. Nəticədə 3 dəyişim olur. Azadlıq sözündə D samiti T-ya çevrilir. L samiti D-ya çevrilir. Q samiti X-ya çevrilir. Burada da 3 dəyişim var. 3 dəyişim olan isə demək ikinci belə deyək sözə aiddir. Çünki ikinci sözdə də, yəni uşaqlarla sözündə də demək 3 dəyişim var. 1-ə B, 2-yə C. Uşaqca sözündə 1 dəyişim var. Xitab sözündə və göstər sözündə. Demək, xitab sözünə B samiti P-yə çevrilir, göstər sözünə T samiti D-yə çevrilir. 1 dəyişim var. Demək, hər iki sözdə 1 dəyişim var. Bu da uşaqca sözünə aiddir. 3-ə də belə deyək, D variantı aiddir. Y variantında saxlamaz, ağlayar. Saxlamaz sözünə dəyişim yoxdur, amma ağlayar sözündə birinci I saitini çevrilir. Amma nəticədə yenə də bu cərgəni tamamlaya bilməz. Çünki saxlamaz sözündə dəyişim yoxdur. Düzgün variant hansı olur? Demək, 1-ə B, 2-yə C, 3-ə isə D variantı uyğundur. Cavab A variantı. 64. Birinci, demək, verilmiş fikirlərin doğru və ya yanlış olmasını ardıcıllıqla müəyyən edin. Birinci, qalın saitlər dilin arxa, incə saitlər isə əsasən ön hissəsində yaranır. Bu düzdür. İkinci, səs düşümü ilə nəticələnən səs uzanması olan sözdə, səs düşümü ilə nəticələnən səs uzanması olan sözdə deyiliş və yazış arasında fərq olur. Bəli, səs düşümü olarsa, belə deyək, bu deyiliş və yazış arasında fərqə gətirib çıxarır. Ona görə ikinci də düzdür. Üçüncü, eynicisli qoşa saitli sözlərin yazış və deyilişi bir-birinə fərqlənə də bilər, fərqlənməyə də düzdür. Məsələn, bədii sözündə i saitlərindən biri tələffüz zamanı düşür. Bir də var zoologiya. Zoologiya sözündə isə qoşa o saitlərindən heç biri düşmür və yaxud da ki, fərqli tələffüz olunmur. Yəni, nəticədə belə bir qayda çıxır. Eynicisli qoşa saitli sözlərin yazışı və deyilişi bir-birinə fərqlənə də bilər, fərqlənməyə. Bədii sözündə fərqlənir, i saiti düşür. Zoologiya sözündə isə fərqlənmir. 3-də düzdür. Dördüncü, uzun tələffüz olunan sözdə heç zaman vurğu sonuncu hecaya düşmür. Bu isə səhvdir. Uzun tələffüz olunan sözdə vurğu sonuncu hecaya düşə bilir. Ona görə dördüncü fikir yanlışdır. Məsələn, cəmaət sözündə uzanma var və vurğu sondadır. Ona görə dördüncü fikir yanlışdır. Beşincidə müxtəlif cinsli saitlə yazılsa da tələffüzü fərqlənməyən sözlər var. Məsələn, müəllim sözü müxtəlif cinsli saitlə yazılıb və tələffüzü fərqlənmir və yaxud da qənaət sözündə müxtəlif cinsli saitlə yazılsa da yazış və tələffüzü fərqlənmir. Ona görə 5-ci də düzdür. Demək, bir dənə səhv olan 4-cü belə deyək fikir oldu. Uzun tələffüz olunan sözdə heç zaman vurğu sonuncu hecaya düşmür, yanlışdır, düşə bilir. Qalanlar isə düzdür. Demək, 1 düz, 2 düz, 3 düz, 4 yanlış, 5 də düz, düzgün variant A variantı. 65. Verilmiş sözlərin quruluşca düzəltmə olduğunu nəzərə alaraq fikirləri uyğunlaşdırın.
şairanə, yandırılacaq, dərindən partlamaq. Yalnız birinə aid doğru fikir, yalnız ikisi ilə bağlı yanlış fikir, heç birinə aid olmayan fikir. A variantında samit səslərdən birinin qarşılığı hərf olaraq mövcud deyil. Samit səslərdən birinin qarşılığı. Məsələn, şairanə sözünə r-nı samitləri, yandırılacaq sözündə n, r, l samiti, dərindən sözündə n samiti, r samiti, partlamaq sözündə m samiti. Demək, burada samitlərdə samit səslərdən birinin qarşılığı hərf olaraq mövcud deyil. Birinin qarşılığı. Demək, yalnız samit səslərdən birinin qarşılığı hərf olaraq mövcud deyil. Bu y samitini nəzərdə tutur əslində. Y samitini çünki, belə deyək, y samitinin qarşılığı nədir? İ səsidir. Bu da hərf olaraq mövcud deyil. Bu şairanə və yandırılacaq sözlərinə uyğundur, amma burada hər ikisi ilə belə deyək, hər ikisinə doğru fikir olmalı idi, amma belə bir şey yoxdur. Ona görə 2-yə A variantına aid edirəm. B variantını encisli qoşa samit işlənməyən bu sözdə sait səslərlə hecaların sayı fərqlənmir. Encisli qoşa samit işlənməyən. Encisli qoşa samit işlənməyən bu sözdə sait səslərlə hecaların sayı fərqlənmir. Məsələn, şairanə sözündə encisli, belə deyək, qoşa samit yoxdur. Sait səslər 4 dənədir. Hecaların sayı da 4-dür. Fərqlənmir. Yandırılacaq sözündə yenə də daha doğrusu samit deyir. Üzr istəyirəm. Saitləri nəzərdə tutdum. Encisli qoşa samit işlənməyən. Encisli qoşa samit işlənməyən hansıdır? Şairanə sözü, yandırılacaq sözü, dərindən sözündə encisli qoşa samit var. Çünki dən şəkilçisinin nən şəklini tələffüz olunur. Nəticədə 2 n samiti olur. Partlamaq sözündə burada da encisli qoşalıq yoxdur. Bir dərindən sözündə 2 n samitinin qoşalığı var. Burada deyir ki, encisli qoşa samit işlənməyən bu sözdə sait səslərlə hecaların sayı fərqlənmir. Şairanə sözündə 4 sait var, 4 heca var, fərqlənmir. Yandırılacaq sözündə demək 3, 5 sait var, 5 heca var. Partlamaq sözündə 3 sait var, 3 heca var. Demək 3 sözə aiddir, dərindən sözünə aid deyil. Ümumiyyətlə B variantında hər üçünə aid olan fikir yoxdur. Ona görə B variantı heç bir fikrə aid edə bilmərik. Çünki şairanə, yandırılacaq, partlamaq sözlərinə. Demək, B variantı şairanə, yandırılacaq, partlamaq sözlərinə aiddir. Burada isə, məsələn, 3 fikir verib, amma 4 olaraq yazsaydı ki, məsələn, hər üçünə aiddir. Məsələn, hər üçünə aid doğru fikir. O zaman bunu yaza bilərdik. Amma B variantı burada şərtdə verilən fikirlərdən heç birinə uyğun deyil. Ona görə B variantını heç birinə aid etmirəm. C variantında, daha doğrusu heç birinə aid olmayan fikir kimi aid edə bilmərəm. Bu sadəcə üçünə aid olan fikirdir. Ona görə B variantının burada yeri yoxdur. C variantında sözün tələffüzü cincirli samitlə başlayır, kar samitlə bitir. Bu sadəcə yandırılacaq sözünə aiddir. Y cincirlidir. X isə kardır, yandırılacaq. Ona görə bu sadəcə birinə aiddir. Ona görə 1-ə C variantı aiddir. Demək 2-yə A, 1-ə C,
D variantı cingiltili qarşılığı olmayan samit səslər işlənmişdir. Saitlərlə samitlərin sayı bərabər. Cingiltili qarşılığı olmayan samit səslər işlənmişdir. Burada belə bir məqam yoxdur. Cingiltili qarşılığı olmayan samit səs H samitdir. H samiti heç bir sözdə yoxdur. Və saitlərlə samitlərin sayı bərabərdir. Bu da heç birinə aid deyil. Çünki saitlərlə samitlərin sayı hər bir sözdə tamamilə fərqlidir. Yəni, burada eyni deyil. Məsələn, şairanə sözündə 4 sait var. Samitlərin sayı Ş, R, N-dır. 3 dənədir. Yandırılacaq sözündə demək 5 sait var. Və samitlərin sayı 1, 2, yəni Y, N, D, R, L, C və X samitlərdir. Yenə də bərabər deyil. Dərindən və partlamaq sözlərində də həmçinin. Ona görə D variantı 3-ə aiddir. Yəni heç birinə aid deyil. Y variantı uzun tələffüz olunan saitlərin biri kökdə, digəri şəkilçidədir. Şairanə sözündə uzun tələffüz olunan saitlərin biri kökdədir. Şa, İranə. 2 sait, 2A sait uzanır. Onların biri kökdə, digəri isə şəkilçidədir. Ona görə yeni sadəcə şairanə sözünə aid edirəm. Bu isə birinci fikrə aiddir. Yəni, yalnız birinə aid doğru fikrə aiddir. Y variantı. Ona görə yandırılacaq dərindən partlamaq sözlərində belə bir məqam yoxdur. F variantında. Çar samitin cingiltili qarşılığı ilə dilimizdə söz başlamır. Yandırılacaq sözündə, bir də partlamaq sözündə tələffüz zamanı Q samiti X samitinə çevrilir. X samitinə cingiltili qarşılığı Q samitidir. Q samiti ilə isə söz başlamır. Yəni, dilimizdə Q samiti ilə başlayan söz yoxdur. Bu, hər ikisinə aid fikirdir. Burada, yəni 1, 2, 3 belə deyək, sıralanmasında verilən fikirlərdən isə yalnız ikisinə aiddir. Yalnız ikisinə aid doğru fikirdir deyə bir fikir yoxdur. Ona görə F variantı da ümumiyyətlə F variantının burada yeri yoxdur. Eyni ilə B variantındakı kimi B variantının və F variantının burada yeri yoxdur. Sıralanma necə olacaq? Yalnız birinə aid doğru fikrə aiddir C, Y. Yalnız ikisi ilə bağlı yanlış fikirdir A. Heç birinə aid olmayan fikirdir. 3-ə isə D yazıram. Düzgün variant B variantı. Sözlərlə bağlı ortaq fikirləri müəyyən edin. Hiddətlənmək, məmnunluq. Yazışı və deyilişi arasında 3 fərqli məqam var. Hiddətlənmək sözünə baxıram. Hiddət, dənmək. 3 fərqli məqam var. L samiti D samitinə çevrilir. N samiti M samitinə çevrilir. K samiti isə İ səsinə çevrilir. 3 fərqli məqam oldu. Məmnunluq. Məmnunluq sözündə isə demək, daha doğrusu 2 fərqli məqam var. Məmnunluq. Luq şəkilçisi nuq şəklində tələffüz olunur. Burada 2 oldu. Hiddətlənmək sözündə 3 və məmnunluq sözündə 2. Fərqli-fərqlidir, ortaq cəhət deyil. Biri aid etmirəm. İkincidə, sözdə qalın, açıq, dodaqlanmayan sait yoxdur. Qalın, açıq və dodaqlanmayan sait yoxdur. Bəli, yoxdur heç birində. Bu ortaq cəhətdir. 3-də tələffüzündə 2 fərqli məqam var. Vurğusu sonuncu hecanın üzərinə düşür. Tələffüzündə 2 fərqli məqam olan məmnunluq sözünə aiddir və vurğu da sondadır. Bəli, amma bu sadəcə məmnunluq sözünə aiddir. Hiddətlənmək sözünə aid deyil. 3-ü də aid etmirəm. Sadəcə 2 aid oldu. Hələ ki, 4-cüdə cingiltili samitlə bitən bu sözdə səs uzanması mövcud deyil. Cingiltili samitlə bitmir heç biri. Hiddətlənmək sözünün K samiti İ səsinə çevrilir. Bu kardır. Məmnunluq sözünün Q samiti X samitinə çevrilir. Bu da kardır. Burada isə deyir ki, cingiltili samitlə bitən bu sözdə. Cingiltili samitlə bitmir. 4 səhvdir.
Beşinci, səs düşümü olmayan bu sözdə səslərdən heç biri tələffüz zamanı öz qarşılığına keçmir. Səs düşümü olmayan bu sözdə heç birində səs düşümü yoxdur. Demək, səs düşümü olmayan bu sözdə səslərdən heç biri tələffüz zamanı öz qarşılığına keçmir. Düzdür. Hiddətlənmə sözünə l samiti, d samitinə, n samiti, m samitinə, q samiti i səsinə çevrilir və heç biri öz qarşılığına keçmir. Çünki l, n samitlərinin belə deyək, qarşılığı yoxdur. Q samitin isə qarşılığı c samitidir. Bu isə tələffüzdə yoxdur. Məmnunluq sözündə l samitinin qarşılığı yoxdur ümumiyyətlə. Q samiti isə x samitinə çevrilir. Q samiti isə qarşılığı x samiti deyil, k samitidir. Ona görə 5-ci də düzdür. Düz olanlar, yəni ortaq olanlar 2, 5, A variantı. 67. Cədvələ əsasən fərqləndirilmiş sözlərin fonetik təhririnə aid olan fikirləri müəyyən edin. Oxuculuq istəyi. Oxuculuq sözünə q samiti belə kimi, q samiti kimi tələffüz olunur. Çünki özündən sonra saitlə başlayan söz gəlib. Demək, A variantında birinci, eyni samit 2 dəfə işlənmişdir. Eyni samit 2 dəfə işlənmişdirmi? Xeyr. Burada belə bir məqam yoxdur. İkinci, x kar samitdir. Burada x samiti yoxdur. Cinsiyetli qarşılığı deyil, x samitdir. Burada ümumiyyətlə x samiti var. Oxuculuq istəyi. X kar samitdir. Cinsiyetli qarşılığı x samitidir. X samiti, burada belə bir məqam var. X samiti oxuculuq sözündə var, düzdür. Yəni, birinci oxu sözündə x samiti var. Bəstəkarlıq sözündə də sonuncu q samiti x kimi tələffüz olunduğu üçün bu hər ikisinə aid ortaq fikirdir və hər ikisinə aid ortaq fikir olduğu üçün biz bunu təkcə oxuculuq sözünə aid edə bilmərik. Yəni, bəstəkarlıq həvəsi. Bəstəkarlıq sözündən sonra samitlə başlayan söz gəldiyi üçün q samiti x kimi tələffüz olunur. Nəticədə hər ikisində x samiti var. Ona görə bu hər ikisinə aid olduğu üçün biz bunu belə deyək, oxuculuq sözünə aid edə bilmərik. Ona görə ikinci fikir yanlışdır. Yəni doğrudur, amma hər ikisinə aid olduğu üçün biz bunu ortaq fikir aid edirik. Ona görə ikinci fikir sadəcə oxuculuq istəyi sözünə aid olmalı idi. Demək, B variantında bəstəkarlıq həvəsi. Fərqli sonar samitlər işlənmişdir. Baxaq görək. Fərqli sonar samitlər varmı? Bəstəkarlıq həvəsi. Fərqli sonar samit yoxdur. Çünki l şəkilçisindəki l samiti tələffüzdə r samitinə çevrilir. Nəticədə eyni sonar samit olur. Ona görə üçüncü fikir də yanlışdır. 4-də söz sonunda l samitin kar qarşılığı işlənib. L samitinin kar qarşılığı x samitidir. Amma burada deyir söz sonunda. Söz sonunda olan isə bəstəkarlıq həvəsi, yəni bəstəkarlıq sözündəki x samitidir. Bu söz sonundadır və bu x samitinin kar qarşılığına görə dördüncünü sadəcə bəstəkarlıq sözünə aid edirəm. Çünki oxuculuq istəyi, daha doğrusu oxuculuq sözünün sonunda x samiti yoxdur. Ona görə 4-ü sadəcə bəstəkarlıq sözünə aid edirəm. 5-də şəkilçilərdən yalnız birinin tələffüzü fərqlidir. Oxuculuq istəyi. Bəli, oxuculuq sözündə şəkilçilərdən yalnız birinin tələffüzü fərqlidir, düzdür. Bəstəkarlıq sözündə də eyni ilə bu qayda keçərlidir. Şəkilçilərdən yalnız birinin tələffüzü fərqlidir. Ona görə 5-ci fikri hər ikisinə aid edirəm. 4, 5, 6-da səs uzanması olmasa da söz kökündə səs dəyişimi mövcuddur. Səs uzanması olmasa da söz kökündə səs dəyişimi mövcuddur. Bu isə sadəcə bəstəkarlıq sözünə aiddir. 5-ci, 6-cı fikirlər hər ikisinə aid olmalıdır. Demək, 5-ci fikir
hər ikisinə aid oldu. Amma 6-cı fikir hər ikisinə aid deyil. Bu sadəcə bəstəkarlıq sözünə aiddir. Çünki bəstəkarlıq sözündə olan yəni bəstə t samiti d samitinə çevrilir, düzdür. Kökdə dəyişim var. Amma bu oxuculuq sözünə də aid olmalı idi. Çünki hər ikisinə aid ortaq fikirdir 5 və 6-cı. Ona görə 6-cı fikir sadəcə bəstəkarlıq sözünə aiddir. Buna aid etmirəm. Düzgün fikirlər 4-cü və 5-ci D variantıdır. 68. Əhəngçilik sözünün fonetik xüsusiyyətlərlə bağlı doğru fikri müəyyən edin. A variantı son heca bir saitdən ibarətdir. Burada səs uzanması yoxdur. B variantı müxtəlif hərflərlə yazılmış eyni səs işlənib. Bu da səhvdir. C variantı 3 kar samit 4 cingili samit işlənib. 3 kar samit varmı burada? Əhəngçilik sözünün H samiti kardır. Və sondakı K samiti İ kimi tələffüz olunur. 3 yox, 2 kar samit var. 4 cingili samit işlənib. Əhəngçilik. Demək, N cingiltili, G cingiltili, L cingiltili. Burada 3 cingiltili samit var. Ona görə C variantı da səhvdir. D variantı tələffüzdə ortaya çıxan səslərdən biri ilə söz başlamır. İ səsidir. İ səsi ilə tələffüzdə ortaya çıxan səslərdən biri ilə söz başlamır. Əhəngçilik. İ səsi ilə söz başlamır. Bu düzdür. 3 müxtəlif sonor samit işlənib. Əhəngçilik. Demək, N. Əhəngçilik. Burada 2 sonor. Burada 2 müxtəlif sonor samit işlənib. N və L. 3 müxtəlif sonor samit işlənib. Fikri yanlışdır. Düzgün olan D variantıdır. Açarlar və çaparlar sözlərinin fonetik təhlilinə aid olan fikirləri müəyyən edin. Demək, açarlar və çaparlar sözlərinin fonetik təhlilinə aid olan ortaq fikirləri müəyyən edin. Birinci, yazışı və deyilişi arasında bir fərqli məqam var. Açarlar, çaparlar. Düzdür. Bir fərqli məqam var. İkinci, isim kimi düşünülsə, tərkibində müxtəlif sonor samitlər işlənəcək. Bu səhvdir. İsim kimi düşünülsə 3 R samit olar. Açarlar, çaparlar. Ona görə müxtəlif düşünürlər fikri yanlışdır. Üçüncü, Ç kar samitdir. Cingiltli qarşılığı işlənməyib. Düzdür. Ç kar samiti cingiltli qarşılığı işlənməyib. Hələ ki, düzgün olanlar 1 və 3. Dördüncü, yalnız vuruqsuz son hecaya düşərsə, eynicikli qoşu samit işlənəcək. Bu səhvdir. Çünki vurğusuz sona düşməsə belə, yəni vurğusuz sona düşəndə bu olur isim. Açarlar, çaparlar. Amma vurğusuz sonda olmayanda feil olur. Açarlar, çaparlar. Yəni vurğu ikinci hecanın üzərində olur. Bu zaman isə yenə də qoşa samitlər olur. Yəni L samitləri. Açarlar, çaparlar. Ona görə 4 də yanlışdır. 5. Cingiltli samitlərin üçü də eynidirsə, vurğusu ikinci hecaya düşməyəcək. Düzdür. Demək, cingiltli samitin üçü də eynidirsə, bu deməkdir ki, bu isimdir. Açarlar, çaparlar. İsim olanda isə vurğu sonda olur. Yəni ikinci hecada olmur. Ona görə 5 də düzdür. Düzgün olanlar 1, 3, 5, B variantı. Neçə sözün kökündə A hərfindən istifadə olunduğunu müəyyən edin. Birincidə oxşuyur sözünü biz oxşayır kimi deyə bilərik. Daha doğrusu bu yazılışda bu cür ola bilir. Oxşayır. Nəticədə sözün kökündə A hərfi var. İkincidə göz sözündə gözləmək sözünün kökü gözdür. Burada isə A hərfi yoxdur. Bənzəyir sözündə bənzə sözün verəcəyi köküdür. Burada yenə də A hərfi yoxdur. Kombayn sözündə kombayn sözü burada tələffüzdə kombayndır. Kombayn yazılır. Burada isə A hərfindən istifadə olunubmu? Bəli. Demək, A hərfindən istifadə olunan 1, 4, 5-cidə otlayır. Otlayır sözündə isə sözün kökü otdur. Burada da A hərfi yoxdur.
1-4-də isə var. Düzgün variant Y variantıdır. 2 söz uyğun gəlir. Oxşayır və kombayn sözü. 71. Eyler-Venn diaqramına əsasən doğru fikirləri müəyyən edin. Nərə və oxşayır. Nərə sözündə tələffüzdən asılı olaraq iki cür düşünülə bilər. Bəli, bir var nərə, balıq mənasında, bir də var nərə. Nərə çəkmək, yəni bu mənada işlənir. Ona görə də birinci düzdür. İkinci, qarşılığı olmayan kar samit işlənib. Qarşılığı olmayan kar samit H samitdir. Bu isə sözdə yoxdur. 3. Səslərlə hecaların sayı bir-birindən fərqlənir. Doğru fikirlər lazımdır. Demək, səslərlə hecaların sayı bir-birindən fərqlənir. Üçüncü fikri, belə deyək, üçüncü fikirdə səslərlə nərə sözündə və oxşuyur sözündə, demək, hecaların sayı bir-birindən fərqlənir. Səslərlə hecaların sayı. Yəni burada oxşayır və nərə sözündə bunu demək istəyir ki, bunların hecaları bir-birindən fərqlidir. Yəni birində 2 hecadır, birində 3 hecadır. Ona görə bir-birindən fərqlənir fikri düzdür. Düzgün olanlar hansılar oldu? Demək 1, 3, oxşuyur. Oxşuyur sözündə I qalın dodaqlanmayan qapalı saitdir. Bu səhvdir, çünki oxşuyur şəklində olur. Yəni I saiti U-ya çevrilir, oxşuyur bu şəkildə olur. 4 səhvdir. 5-də sonar samit işlənmiş sözün yazışı və deyilişi fərqlənir. Düzdür. Oxşuyur şəklində olur. Nərə sözündə isə sadəcə uzanma hadisəsi var. Amma yazışı və deyilişi fərqli olan oxşuyur sözdür. Ona görə 5-ci də aiddir. Düzgün olanlar 1, 3, 5 A variantı. 72. Görüşdür tələffüzünə əsasən cədvəldən uyğun fikri seçin. Demək, görüşdür sözündə belə bir məqam var. Görüşdür sözündə olan dür şəkilçisi leksik şəkilçidir. Yəni bu xəbər şəkilçisi deyil. Ona görə buna diqqət etmək lazımdır ki, görüşdür sözündə olan dür şəkilçisi leksik şəkilçidir, qrammatik deyil. Yazışı neçə cür düşünülür? Yazışı ancaq bir cür düşünülür, görüşdür şəklində. Çünki bayaq da qeyd etdiyim kimi dür leksik şəkilçidir, qrammatik şəkilçi deyil. Ona görə 1. Quruluşca neçə cür düşünülür? Sadəcə demək, bir cür düşünülə bilər. Sadə olaraq düşünülə bilmir. Çünki dür sadəcə leksik şəkilçidir. Tələffüzündə də oradakı R samiti düşmədiyi üçün bu sadəcə düzəltmə olaraq düşünülür. Qrammatik mənası neçə cür düşünülə bilər? Bu da sadəcə, belə deyək, bir cür düşünülə bilər. Çünki dür yenə leksik şəkilçidir və bu sadəcə feil kimi düşünülə bilər. Və nəticədə düzgün variant hamısında bir olandır. Bu da D variantıdır. 72 D variantı. 73. Odlanmaq sözünün fonetik təhlilinə aid olan fikri müəyyənləşdirin. A variantında sözdə X samitinin cingiltli qarşılığı işlənib. X samitinin cingiltli qarşılığı G samitidir. G samit isə sözdə yoxdur. A səhvdir. B. Kar cinci samit cütlüyü işlənməyən sözdə
D samitinin kar qarşılığı işlənib. D samitinin kar qarşılığı T-dır. Odlanmaq sözündə isə T samiti yoxdur. B də səhvdir. C-də 2 kar samit işlənsə də birinin qarşılığı mövcuddur. 2 kar samit varmı burada? Odlanmaq. Burada sadəcə bir kar samit var. O da Q samitinin tələffüzü X samitinə çevrilməsidir. Yəni sadəcə bir kar samit var. O da X samitdir. Amma burada da 2 kar samit var. C variantı səhvdir. D. 4 hecalı sözdür. Səs uzanması var. Səs uzanması burada yoxdur. Odlanmaq demirik. Buna görə D də səhvdir. Y. Sonar samitlərdən yalnız M işlənmişdir. Düzdür. Çünki odlanmaq sözündə olan L samiti D samitinə çevrilir. N samiti isə M samitinə çevrilir. Nəticədə belə olur. Odlanmaq. Yəni burada sadəcə M belə deyək samiti işlənir. Ona görə də Y variantı düzgündür. 74. Hansı sözdə hərflərlə səslərin sayı bərabərdir? Şücaətlə sözündə heç bir belə deyək səs düşümü yoxdur. Amma səs artımı var. Ona görə hərflərlə səslərin sayı bərabər deyil. Şücaətlə tələffüzdə isə belə olur. Şücaətlə. Ona görə A variantı səhvdir. B-də şəriətlə. Şəriətlə sözündə isə İ-ə saitlərin arasına Y samiti əlavə olunur. Şəriətlə bu şəkildə olur. Yenə də hərflərlə səslərin sayı bərabər deyil. 74-də 3 saatlıq. 3 saatlıq sözündə isə 3 saatlıq sözündə isə saat sözündə olan A-lardan biri düşür və nəticədə bu dəfə də yenə də sayca bərabər deyil. Çünki A saatlərinin biri düşdü. Ona görə C variantı da aid deyil. D variantında egoistcəsinə. Egoistcə sözündə isə o İ saatlər arasına Y samiti əlavə olunur. T samiti isə tələffüz zamanı düşür. Yəni həm səs artımı, həm də səs düşümü olduğu üçün burada sayca yenə bərabərlik qalır. Yəni düzgün variant D variantı. Çünki egoistcəsinə sözündə həm səs düşümü, həm də səs artımı var. Ona görə D variantı düzgündür. Y variantı cəfəngiyat. Cəfəngiyat sözündə isə Y samitlərindən biri tələffüz zamanı düşür. Yenə də sayca bərabərlik olunur. Düzgün variant D variantı. 75. Cədvələ əsasən uyğun sözləri müəyyən edin. Sözün yalnız şəkilçisi fərqli tələffüz olunur. Sözün yalnız şəkilçisi fərqli tələffüz olunur. Miskinlər sözündə K samiti G kimi tələffüz olunur. Miskinlər. Burada həm kökdə, həm də şəkilçidə fərq var. Miskinlər. Zər şəkilçisi nər kimi tələffüz olunur. Ona görə biri aid etmirəm. Çünki təkcə şəkilçidə yox, həm də kökdə dəyişim var. İkinciyə baxıram. Mətinlik. Mətinlik sözün kökü fərqli tələffüz olunmur, amma şəkilçidə dəyişim var. Burada da nə deyir? Sözün yalnız şəkilçisi fərqli tələffüz olunur. Bəli, ikincini aid edə bilərik. Mətinlik. Mətin sözü olduğu kimi qalır. Lik şəkilçisi nik şəklində tələffüz olunur. Mətinlik. 2 düzdür. Sözün yalnız kökü fərqli tələffüz olunur. Danladım sözündə danladım. Sözün kökü danladır. Bu tələffüzdə danla şəklində tələffüz olunur. Danladım. Şəkilçidə isə dəyişim yoxdur. 3-ü aid edirəm. İtaətkar sözündə isə belə deyək, dəyişim yoxdur. 4-ə aid etmirəm. Sözün həm şəkilçisi, həm də kökü fərqli tələffüz olunur. Ehtiramla sözündə kök olduğu kimi qalır. La şəkilçisi nan şəklində tələffüz olunur. Ehtiramla bu şəkildə olur. Ona görə 5-i aid etmirəm. Filtrli sözündə isə filtrli sözündə i sait əlavə olunur. Filtr.
ri. İ sayı əlavə olunur və li şəkilsi ri kimi tələffüz olunur. Filtir, ri. Ona görə 6 düzdür. Düzgün olanlar mətinlik, danladım və filtrli sözlərdir. 2, 3, 6 B variantı. Şərihli demək 76-cıda şərihli çörək nümunəsinin fərqləndirilən tərəfinin fonetik təhlilinə aid olan fikri müəyyən edin. A variantında yazışı və deyilişində bir fərqli məqam var. Şərihli çörək. Burada Q samiti İ kimi tələffüz olunur. Burada 2 dəyişim var. Yəni 2 fərqli məqam var. Bir yox. Şərihli şərihli çörək. Bir dəqiqə. Burada yazış və deyilişində, burada yazış və deyilişində üzr istəyirəm, fərqli məqam yoxdur. Çünki şərik sözü, belə deyək, alınma söz olduğu üçün bu sözdə dəyişim olmur. Yəni şərik yazılır, şərik də tələffüz olunur. Ona görə A variantı səhvdir. Bir fərqli məqam var, fikri səhvdir. B variantında incə saitlər həm də qapalı saitlərdir. Bu da yanlışdır. Çünki İ saitləri qapalı olsa da Ə saiti qapalı deyil. C variantında sözdə Y səsinin kar qarşılığı işlənib. Bu da səhvdir. Y səsinin kar qarşılığı İ-dir. Bayaq da qeyd etdiyim kimi şərik sözü alınma sözdür və bu söz necə yazılırsa elə də tələffüz edilir. C də səhvdir. D-də bütün kar samitlərin cinsiyetli qarşılığı var. Bu düzdür. Ş belə deyək, samitinin cinsiyetli qarşılığı J-dır. Q samitinin cinsiyetli qarşılığı C-dir. Buna görə D düzdür. Y-də sözdə Q səsinin kar qarşılığı işlənib. Q səsinin kar qarşılığı K-dır. K samiti isə sözdə yoxdur. Sadəcə Q samiti var. Y səhvdir. Düzgün olan D variantıdır. 77. Zəfəran sözündə yoxdur. Uzun tələffüz olunan açıq sait. Zəfəran sözündə yoxdur. Uzun tələffüz edilən açıq sait var. Zəfəran, zəfəran. B variantında eyni səsin təkrarı. Eyni səsin təkrarı. Eyni səs hansıdır? Ə saiti. Var. B variantı düzdür, yəni var. C variantında kar qarşılığı olmayan samitlər. Kar qarşılığı olmayan samitlər R, N samitlərdir ki, onlar da sözdə var. D variantında ilk hecad uzun tələffüz edilməyən sait. Bəli, ilk hecad uzun tələffüz edilməyən sait yoxdur. Y variantında 3 müxtəlif xüsusiyyət daşıyan saitlər. 3 müxtəlif xüsusiyyət daşıyan saitlər. 3 müxtəlif xüsusiyyət daşıyan. Bu əl saitləri ola bilər. İncədir, dodaqlanmır və açıqdır. Y də aiddir. Aid olmayan D variantıdır. İlk hecad uzun tələffüz edilməyən sait zəfəran sözündə yoxdur. 78. Hansı cümlənin xəbəri düz tələffüz edilib? Kənddən evə xeyli yavanlıq gətirmişik. Gətirmişik yox, gətirmişik. Yığ səsi olmalıdır. A səhvdir. Burada düzgün tələffüz edilən söz lazımdır. Keçən günlərdən geri qalan onun xatirəsidir. Xatirəsidir yox, xatirəsidir. Xəbərli şəkilçisində olan R samiti tələffüz zamanı düşür. B də səhvdir. C variantında geridə onun qoyduğu müstəqil dövlət qalmışdı. Bu düzdür. Qalmışdır yox, qalmışdı. Bu şəkildə olur.
Yəni düzdür. D variantı qış getdi, indi qışdan sonra gələn yazdır. Yazdır yox, yazdı olmalıydı. Şəhərdən Y variantında şəhərdən getsə də tez-tez yazışırıq. Yazışırıq yox, yazışırıq. X samit olmalıdır. Düzgün variant C variantıdır. 79. Ellipsis və elliptik sözlərindən Eyler-Venn diaqramından doğru fikirləri seçin. Demək, yazış və deyilişi fərqlənir. Yazış və deyilişi fərqlənmir. İkincidə vurğusu birinci hecaya düşür, düzdür. 2. Üçüncüdə 3 cingiltili 2 kar samit işlənib. Ellipsis sözündə üç cingiltili, daha doğrusu həm ellipsis, həm də elliptik sözündə 3 cingiltili 2 kar samit işlənib. Demək, 2 yıllı samiti var, cingiltilidir. Burada 3 cingiltili samit yoxdur. Elliptik sözündə də 2 cingiltili samit var, 3 yoxdur. Ona görə üçüncü fikir hər ikisinə aid deyil. Dördüncü, saitlərdən hamısı incədir. Düzdür. 5. Qapalı saitlər həmçinin dodaqlanmayan saitlərdir. Bu, ellipsis sözündə də olduğu üçün hər ikisinə aid ortaq fikir. Yəni 5-ci fikir hər ikisinə aid ortaq fikir olduğu üçün təkcə elliptik sözünə aid edə bilmərəm. Ona görə 5-ci də yanlışdır. 6-cı, kar samitlərdən heç biri təkrarlanmır. Düzdür. Elliptik sözündə kar samitlərdən heç biri təkrarlanmır. Amma ellipsis sözündə s samitlər kardır və təkrarlanıb. Ona görə 6-cı sadəcə elliptik sözünə aiddir ki, kar samitlərin heç biri təkrarlanmır. Demək, düzgün olanlar vurğusu birinci hecaya düşür, 2. Dördüncü, saitlərin hamısı incədir, 4. Kar samitlərin heç biri təkrarlanmır, 6. 2, 4, 6 B variantı. 80. Birində tələffüzün səhv olmasına səbəb səs uzanması işarəsinin olmasıdır. Vitamin sözünə səs uzanması olmur. B variantında səfalət sözü uzanır. Səfalət, üzükvari, vəzifə və qiyabi. Bu sözlər uzanır. Amma vitamin sözü uzanmır. A variantı səhvdir. 81. Dosyanı sözündə olmayıb, büsat sözündə olan məqamlar hansılardır? Qalın dodaqlan, açıq sait. Demək, dosyanı sözündə də qalın dodaqlan, açıq sait var. Ona görə bir səhvdir. Yəni, dosyanı sözündə var. Qalın dodaqlan, açıq sait. İkincidə D səsinin kar qarşılığı. Bəli, D səsinin kar qarşılığı dosyanı sözündə yoxdur. Çünki T samiti tələffüz zamanı düşür. Dos yana bu şəkildə olur. Amma büsat sözünün D samitinin kar qarşılığı var. Yəni T samiti büsat. Ona görə ikinci düzdür. 3-də ahəng qanunu gözlənilməyi. Ahəng qanunun gözlənmə. Dosyanın sözündə ahəng qanunu var. Amma büsat sözündə yoxdur. Ona görə bu da yanlışdır. Yəni, dosyanın sözündə ahəng qanunu gözlənilir. Amma büsat sözündə gözlənilmir. Çünki həm incə, həm qalın sait var. Dördüncü, dodaqlanan, dil önü qapalı sait. Dodaqlanan, dil önü və qapalı sait. Büsat sözündə dodaqlanan, dil önü və qapalı sait var, düzdür. Amma dosyanı sözündə yoxdur. Ona görə, demək, dördüncü də düzgündür. Beşinci də yazış və deyilişin kəmiyyətcə sabitliyi. Bəli, dosyanın sözündə T samiti tələffüz zamanı düşür. Kəmiyyət fərqi yoxdur, gözlənilməyib. Amma büsat sözündə heç bir səs düşümü və yaxud səs artımı olmadığı üçün deyiliş və yazışın kəmiyyətcə sabitliyi büsat sözündə gözlənilir. Ona görə düzgün olanlar 2, D səsinin kar qarşılığı